Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən peşə təmayüllü sinifləri layihəsi 2019-2020-ci tədris ilindən fəaliyyət göstərir. Sevindirici haldır ki, artıq layihə işğaldan azad edilən bölgələrimizdə daha dəqiq desək, Mirzə Uluqbəy adına Füzuli şəhər 1 və Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli tam orta məktəblərində də tədris olunur. Xankəndi şəhər 4 nömrəli tam orta məktəbində ilk dəfə olaraq peşə təmayüllü siniflərin fəaliyyətə başlaması şagirdlərin gələcək karyera seçimində daha məqsədyönlü və şuurlu addımlar atmasına şərait yaradır. Qeyd edək ki, layihə məktəbdə 2025-2026-cı tədris ilindən həyata keçirilməyə başlayıb. Layihənin məktəbimizdə fəaliyyətə başlamağı bizim üçün əlamətdar bir hadisədir. Hal-hazırda məktəbimizdə 10P sinif şagirdlərimiz kompüter operatoru və aşpaz köməkçisi ixtisasları üzrə təhsil alırlar. İxtisas müəllimlərimiz dərs prosesində şagirdlərimizə nəzər biliklərlə yanaşı praktiki bacarıqlar da öyrədirlər. Bu da şagirdlərimizin öz seçdikləri peşəyə dair maraqlarını artırmaqla yanaşı, onların praktiki bacarıqlarının təkmilləşdirilməsinə səbəb olur. Layihə çərçivəsində şagirdlər müxtəlif peşə sahələri ilə yaxından tanış olur, nəzəri biliklərlə yanaşı praktik bacarıqlar da əldə edirlər. Tədris prosesi zamanı onların maraqları, meylləri və fərdi qabiliyyətləri nəzərə alınır. Bu da təhsilin daha səmərəli və motivasiya edici olmasına imkan yaradır. Biz bugün burada kompüter operatoru və aşpazlıq köməkçisi ixtisaslarından təhsil alır. Gələcəkdəki peşəmizdə bizə lazımlı olacaq bilik və bacarıqları öyrənir, tətbiq edirik. Mən özüm kompüter operatoru ixtisasının şagirdiyəm və mən bilirəm ki, mənim gələcəkdəki peşəmdə bu ixtisasın mənim irəli getməyimə və uğurlara nail olmağıma kömək edəcək. Xankəndində peşə sinifinin ilk şagirdlərindən biri olmaq çox qürur verici bir hissdir. Əslində biz təkcə özümüz üçün yox, gələcək gənclər üçün də yol açırıq. Burada tədris həm nəzəri, həm də praktiki şəkildə aparılır və bu peşəni daha tez və düzgün öyrənməyimizə kömək edir. Ümid edirəm ki, gələcəkdə ixtisasımla bağlı işləyərək Xankəndində böyük bir yer qazanırıq. Biz aşpaz ixtisasındayıq və aşpaz ixtisasında çox sevirik. Hansı yeməkləri tutaq bişirməyi öyrənmisən? Belə mərcidir, indi öyrənirik. Belə bilirik də onu bişirməyi. Yaxşı, bəs özün hansı yeməyi xoşlayırsan? Mərci. Peşə təmayüllü sinifləri layihəsi uşaqların öz maraq və bacarıqlarını erkən yaşlarda üzə çıxardır və eyni zamanda öz gələcək peşə fəaliyyətlərini şuurlu şəkildə seçmələrinə şərait yaradır.